Dəyişənin hansı qiymətində ifadəsinin qiyməti verilən digər ifadənin qiymətindən 6 vahid kiçikdir. Deməli 4y vurulsun 3,5y çıx 6 bərabər olmalıdır. Y vurulsun 14y çıx 9 ifadəsinin qiymətindən 6 vahid kiçikdir, yəni çıxılsın 6. Sadələşdirək ifadəmizi 4y 3,5y vursaq, burada alınacaq 14y kvadratı. Çıxılsın 4y 6-ya vursaq 24y bərabərdir 14y kvadratı. Çıxılsın 9y və çıx 6. 14y-lər sağdan və soldan hər ikisi eynidir. Silə bilərik. İslah gedəcək. Mənfi 24y 9y keçirsək sol tərəfə müsbət 9y bərabərdir mənfi 6. 24y-dən 9y çıxsaq mənfi işarə olacaq 15y bərabərdir mənfi 6. Y də bərabərdir. Mənfi mənfiyə bölsə müsbət verir. 6 bölünsün 15. Hər ikisini 3-yə hesab eləsək 5-də 2 alarıq.